Salam dostlar, Nicat Xaki kanalına xoş gəlibsiniz. Bu dəfə sizə 2025-ci ildə avtomobil dünyasında bütün oyunu dəyişən 5 texnoloji yenilikdən danışacağam. Elə yeniliklər ki, bəziləri artıq yollarda sınaqdan keçir, bəziləri isə gələcəyin qapısını açır. Başlayaq görək bizi nələr gözləyir. Peugeot bu il Hypersquare adında kvadrat formalı sükan təqdim elədi. Oyun konsolu kimi işləyir. Sükanla təkərlər arasında mexaniki əlaqə yoxdur. Tam elektron sistemdə idarə olunur, yəni steer-by-wire. Bu həm dizayn futuristik edir, həm də sürüşü dəqiqləşdirir. Elə bir sükan yox, joystick tutmusan. BMW və Qualcomm artıq avtonom sürüş sistemini sınaqdan keçirir. Hands-free highway driving artıq reallığa çevrilir. Avtomobil özü zolaq dəyişir, özü parklanır, özü düşünür. Düzdür, hələ tam level 5 avtonomiya deyil, amma oraya çox az qalıb. Robotaksilər artıq Çində test olunur. Məsələn, bir rayet şəhərlərdə real sərnişin daşıyır. Elektrikli avtomobillərdə ən böyük problem şarj müddətidir. Amma 2025-də yeni batareya texnologiyaları bunu dəyişir. Yeni solid state batareyalarla bəzi modellərdə 5 dəqiqəyə 400 km məsafə qazana bilir. Yəni Dolmure bu dövrü bitir. Tesla, Noi və Seattle artıq bu texnologiyanı real testlərlə sınayır. Artıq avtomobillər sadəcə dəmir deyil, proqramla işləyən kompüter kimidir. Yeni nəsil maşınlarda funksiyalar update ilə gələcək. Məsələn, sürüş rejimi, işıq animasiyası, hətta oturacaq masaj funksiyası OTA yeniləməsi ilə ala biləcəksən. BMW, Mercedes və Hyundai bu sistemə keçib. Yəni sabah update elədin, sanki başqa maşına mindin. Son illər maşınlar böyüyür, ağırlaşır, daha əzələli görünür. Bu trendə autobesity deyirlər. SUV-lər bazarı ələ alıb. Kiçik sedanlar yavaş-yavaş yox olur. Amma bu həm təhlükəsizliyi artırır, həm də park yerlərini kabusa çevirir. Bunu siz necə düşünürsünüz? Yaxşıdır yoxsa artıq çox böyüdürlər? Bax belə dostlar, 2025 avtomobil texnologiyasında tam dönüş nöqtəsidir. Sizcə bu yeniliklərdən hansı görmək daha maraqlı olardı? Fikirlərinizi şərhdə yazın, bəyənməyi və abunə olmağı da unutmayın. Növbəti videoda görüşərik, izləmədə qalın.